Danışıqların getdiyi bir vaxtda Amerika və İsrail niyə İranı bombalamağa başladı? Bir dəqiqə ərzində izah edirəm. Hadisələrin kökünə 70 il əvvələ qayıdaq. 50-ci illərdə İran neftindən əsas gəlirlər Qərb, xüsusilə də Amerika və Britaniya şirkətlərinin nəzarətində idi. Əhalinin böyük hissəsi isə bu sərvətlərdən məhrum və çətin şəraitdə yaşayırdı. İran sakinləri səfalət içində olanda Qərb milyardlar qazanırdı. Məhz o vaxt İranlılar anladılar ki, Qərbin demokratiyası onların iqtisadi maraqları kəsişən nöqtədə bitir. Daxildə avtoritar idarəçilik, siyasi repressiyalar, sosial ədalətsizlik kimi problemlər kütləvi etirazlara gətirib çıxardı və nəticədə 79-cu ildə şah rejimi devrildi. Bu isə Amerika ilə 50 ilə yaxın davam edən qanlı düşmənçiliyə yol açdı. Əli Xamneyi hakimiyyətə gələndən bəri isə bu qarşıdurma artıq bir ideologiya savaşına çevrilib. Bəs bu gün nə baş verir? Münaqişənin İranın nüvə proqramı olduğu deyilir. Tehran bu proqramın yalnız dinc məqsədlər üçün lazım olduğunu bildirsə də, ABŞ kəşfiyyatı uranın artıq 90% zənginləşdirildiyini iddia edir. Bu həcmdə zənginləşdirmə isə nüvə bombasının yaradılmasını mümkün edir. 2026-cı ilin fevralında bütün dünya Cenevrədən xoş xəbər gözləyirdi. İki ölkə rəsmisi Steve Witkoff və Abbas Araqçı gərgin danışıqlar aparırdı. Buna baxmayaraq, masa arxasında danışıqlar gedə-gedə ABŞ-İsrail cütlüyünün raketləri işə düşdü. Vaşinqton hesab edir ki, uranı 90% zənginləşdirən tərəf üçün diplomatiya və danışıqlar nüvə bombasını yaratmaq üçün vaxt qazanmaq vasitəsidir və əgər düşmən ölkə nüvə silahının bir addımlığındadsa, artıq qırmızı xəttlər yox, silahlar işə düşür.